Kompüterdən uzun müddət istifadə etdikdən sonra müəyyən performans problemləri ilə üzləşə bilirik. Bu problemlərin qarşısını almaq üçün kompüterdə utilitlər adlanan proqram vasitələrindən istifadə olunur. Bu videoda utilitlərdən necə istifadə edə biləcəyinizi göstərəcəm. Keçid edək videoya. İlk istifadə edəcəyimiz proqram Disk Cleanup adlanır. Ona daxil olmaq üçün axtarış yerinə Disk Cleanup yazırıq və daxil oluruq. Daxil olduqdan sonra burada istifadə edəcəyimiz diski seçirik. Məsələn, C diskini seçdik və OK-yə bastıq. Gördüyünüz kimi burada fayllar gəldi. Bunlar təmizlənə bilən fayllardır, yəni istifadəyə yararsız fayllardır. Burada daha sonra Cleanup sistem faylısa daxil olaraq bir daha C diskini seçirik və bizim üçün daha çox silinməli fayl tapacaq. Bu faylları sildikdən sonra kompüterin sürəti daha da artacaqdır və gördüyünüz kimi burada bəzi lazımsız fayllarımız ortaya çıxdı. Bunları istəsək seçə bilərik. Recital bin, temp files və s. kimi. Gördüyünüz kimi burada 7 GB-lıq lazımsız fayllar mövcuddur. OK-yə basıb onları silə bilərik. Və beləliklə fayllarımız silindi. İndi keçid edək bir digər üsula. Digər üsulumuz defragmenterdir. Defragmenter kompüterin içərisində səpələnmiş faylları bir yerə yığmaq üçün istifadə olunur. Bu hadisə fraqmentləşdirmə, daha doğrusu defragmentləşdirmə adlanılır. Ona daxil olmaq üçün axtarış hissəsinə defragmenter yazırıq və burada daxil oluruq proqrama. Gördüyünüz kimi burada yenə bizim disklərimiz çıxır. Məsələn, C diskinin üstünə klikləyib burada Optimize bəndini seçirik və başlayır defragmentlənmə prosesinə. C diskimiz defragmentləşdirildi. İndi isə keçək digərinə. PC Manager adlanan bir tətbiq mövcuddur. Bunu Microsoft Store-dan yükləyə bilərsiniz. PC Manager-ı yüklədikdən sonra ona daxil oluruq. Və burada müəyyən prosesləri yerinə yetirə bilirik. Məsələn, burada PC Boost adlanan hissə var. Boost'a kliklədikdə kompüterimizi sürətləndirəcək. Daha sonra Storage hissəsinə girib Deep Cleanup bəndindən dərin təmizlik prosesini yerinə yetirə bilərik. Bunun sayəsində kompüterimizdə yerləşən böyük həcmli faylları silə bilərik. Məsələn, baxaq görək nə tapacaq. Və göründüyü kimi burada 14 GB-lıq lazımsız adlandıra biləcəyi fayllar tapdı. Məsələn, burada 5 GB-lıq recommended items var. Bunu silə bilərik. Nvidia-ya aid 6 GB-lıq cache faylı var. CapCut-a aid 1 GB-lıq var. Steam-a aid 1 GB-lıq və s. Bunları istəsək buradan silə bilərik. Bunlar cache fayllardır. Yəni, əslində proqram açılarkən onların sürətlə işləməsi üçündür. Lakin kompüteri zəiflədirlər və yaddaşda yer tuturlar. Ona görə bunları silməkdə heç bir problem yoxdur. Buradan klik edərək həmin faylları təmizləyə bilərik. Təmizləndi. İndi isə keçid edək son mərhələyə. Son mərhələdə isə ekranın aşağısına gəlirik və sağ klik edirik. Buradan Task Manager-a daxil oluruq. Task Manager-da isə Startup Apps-ə daxil oluruq. Burada kompüter açılanda birbaşa açılan proqramlar mövcuddur. Məsələn, kompüter açılan kimi məndə birbaşa Xbox açılır və ya Send Anywhere proqramı açılır. Bunları buradan söndürərək kompüterin daha sürətli işləməsini təmin edə bilərik. Məsələn, Send Anywhere-ın işləməsini istəmirəm. Onun üstünə klikləyirəm və Disable deyirəm və artıq Send Anywhere kompüter açıldıqda açılmayacaq. Bunlar qısa məlumatlar idi. Bunları etdikdən sonra kompüterinizdə gözlə görünən dərəcədə sürət artımları baş verəcək. Ona görə etməyinizi tövsiyə edirəm. Bir sonraki videoya qədər görüşərik.